Salam, hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilərimiz. Verilişimizin proqramı davam edir və sıra müsahibəyə çatdı. Studiyamızın qonağı Ceyhun bəy Afşar. Salam, xoş gördük Ceyhun bəy. Salam, xoş gördük. Necəsiniz? Çox sağ olun, yaxşıyım. Həmişə yaxşı olasınız. Nəzərinizə çatdırım ki, Ceyhun bəy Afşar Göteborg'da Qarabağ Azərbaycan Dərnəyinin başkanıdır. Sənelərdir ki, fəaldır. Milli hərəkatımızda millətçi, gəncləri ətrafında toparlayan bir şəxsdir. Ceyhun bəy, bugünkü mövzumuz 20 yanvarla əlaqədardır. Çox istərdik ki, 20 yanvar hadisələri ilə əlaqədar ilk öncə düşüncələrinizi eşidək. Təşəkkür edirəm. Çox sağ olun, Rauf bəy. İlk öncə qeyd edeyim ki, bu radionun başlanması ilə bağlı da sizləri də təbrik edirəm. Doğrudan da öz dilimizdə, öz doğma dilimizdə bir radionun olması və qərib bir məmləkətdə öz ana dilimizdə bir radionun olması çox sevindirici haldır və buna ürəkdən sevinirəm. Üstündən uzun müddət bir zaman keçdi, təbii ki, 20 yanvar hadisələrinin, haradasa 22 illik bir zaman keçib. Və bu zaman ərzində biz hər zaman bu 20 yanvar hadisələri ilə bağlı fikirlərimizi, düşüncələrimizi bölüşürük, paylaşırıq. Və ilk öncə 20 yanvar hadisələri ilə bağlı bizim baxışlarımız. Təbii ki, bu 20 yanvar hadisələri ilə bağlı çeşitli baxışlar var. Bu baxışlardan bir neçəsi daha çox bu 20 yanvarın matəm günü elan olunmasıdır, yoxsa 20 yanvarın ümumxalq hüzün günüdür, 20 yanvarın qara yanvar adlanmasıdır və daha çox bizim kültürümüzdə olan bu birisiz matəm təfəkkürüdür, bu mərsiyə təfəkkürüdür. Bundan doğan bir nətər deyək, qəmginlik, haradasa bir yazıqlıq, bir görkəmin verilməsidir. Amma diqqətlə bu hadisənin mahiyyətinə baxsaq və bu hadisəni diqqətlə izləsək, görərik ki, 20 yanvar hadisələrinə qədər olan durumda insanların beynində hansı düşüncələr vardı. Heç kəsə sir deyil ki, Quzey Azərbaycan 70 il ərzində Rus imperiyasının əsarəti altında olubdur. Və bu əsarət dönəmində öz kökündən, öz milli şuurundan, mənliyindən, keçmişindən və tarixindən uzaqlaşdırılmış bir toplum var idi. Və bir anda bu toplum bir anlıq özünə dönməyə başladı və özünü tanımağa başladı. Və özünə dönən toplum, özünü tanıyan toplum, öz milli keçmişinə sahiblənən toplum bir zaman içərisində uzun illər onu əsarətdə saxlayan bir sistemə qarşı ayaqlandı. Əslində 20 yanvar hadisələrinin mahiyyəti məhz buna söykənir ki, 20 yanvar özü bir bizim Azərbaycan və Türk tarixində və belə götürək, Türk-İslam tarixində bir şanlı tarixdir. Çünki bu, nəyə görə biz buna şanlı tarix deyirik və yaxud da biz buna şanlı yanvar deyə bilərik. Əsas bu hadisəni ki, sonradan əldə etdiklərimizə diqqətlə baxanda görür ki, bəli, 20 yanvar bir toplumun uzun müddət əsarətə, zülmə, köləliyə qarşı ayaqlanmasıdır. Bir toplumun uzun müddət hüquqsuzluğa, uzun müddət əzilməsinə qarşı ayaqlanmasıdır, üsyanıdır və itaətsizliyidir. Bəli, 20 yanvar özü bir itaətsizlik, toplumun bir itaətsizlik formasıydı. Toplum uzun müddətli onu əzən, uzun müddətli onun milli şuurundan, milli keçmişindən, inancından uzaqlaşdıran bir sistemə, bir deyək, hakim bir millətə, Rus millətinə qarşı bir üsyana qalmışdı. Və biz bu günləri üstündən 22 il keçsə də, buna müxtəlif baxışlar olsa da, hadisənin, əslində 20 yanvar hadisəsinin mahiyyətində bu dayanırdı. Burada müxtəlif rol oynayan insanlar vardı, təbii ki. Və onların hansı rol oynamasından asılı olmayaraq, müxtəlif gələcəkdə hakimiyyətə gəlmək istəyən insanların bu hadisədən öz maraqlarına sui-istifadə eləmək istəyindən, maraqlarından asılı olmayaraq, bu hadisənin bu mahiyyəti yəni istiqlalımız üçün atılan bir addım adlanmasından
uzaqlaşmır. Və biz 20 yanvarı qısaca olaraq düşüncələrimizdə belə bir ad verə bilərik ki, 20 yanvar istiqlalımız üçün tökülən şəhid qanları idi. 20 yanvar bu millətin, bu toplumun öz azadlığı, öz özgürlüyü üçün, öz müstəqil dövlətçiliyi üçün canını fəda etməsi idi. Çünki bu hadisədə hamı bilir ki, 20 yanvar dönəmində küçələrdə böyük miqdarda xüsusi özəl eğitimli deyək, Rus imperiyası tərəfindən yeridilmiş qoşun növləri var idi və bunlar xüsusi amansızlıqları ilə seçilən bir cəza dəstələri idi ki, bunlar təbii ki, bu keçmişdə bu şahların, padşahların belə xüsusi cəza dəstələri olardı ki, üsyana qalxan bir toplumu gedib orada yatırsın. Eynən Rus imperiyası da bu formada bir özünün xüsusi cəza dəstəsi kimi xüsusi təlim görmüş, özəl təlim görmüş bir qüvvəni bu milləti yatırtmaq üçün, millətə cəza vermək üçün, millətin gözünü qorxuzmaq üçün Bakıya yeritmişdi. Və heç də sir deyil ki, o zamanki Rus milli təhlükəsizliyi, yəni Ruscasını bilirsiniz, KGB deyirsiniz, o KGB ki, hansı ki öz mənfur, məkirli addımları ilə hansı ki dünyanı belə qorxu altında saxlayırdı. O zaman onun deyək, Dövlət Təhlükəsizlik Komitəsinin başçısı Primakov uzun müddət, hardasa bir aydan aşırı çox Bakı şəhərində qaldı. Bu onu göstərirdi ki, o boyda imperiya bütün dünyanı özünün silahı ilə, canlı qüvvəsi ilə, bütün dünyanı o gücü ilə lərziyə salan bir sistem, bir imperiya, əlində heç bir silahı olmayan, hətta bir nəfərin əlində bir tüfəng belə olsun, bir kiçik bir tapanca belə olsun ki, bunu dəlil kimi, ispat kimi göstərsinlər ki, əskərə qarşı bundan istifadə olunurdu. Bu da yox idi. Bunu hamı bilir. Və bu sistem, bu insanların, Azərbaycanda ayağa qalxan və özünün özgürlüyünü, azadlığını istəyən insanların qarşısında aciz qalmışdı. Və bunun bir tək yolu var idi ki, bu insanları öldürmək, bu insanları sıradan çıxartmaq və geridə qalanları beləliklə ram eləmək və gözünü qorxuzmaq. Ona görə də bugünlüklə biz bütün bu hadisələri belə sadə bir formada analiz təhlil etsək, bu hadisələrə 20 yanvar əslində nədir? 20 yanvar bir millətin ayaqlanması günüdür. 20 yanvar bizim tariximizdə şanlı bir tarixdir, şanlı keçmişdir. 20 yanvar istiqlalımıza gedən bir yoldur. 20 yanvar istiqlalımız üçün tökülən şəhid qanlarıdır. 20 yanvar bizim millətin haqsızlığa qarşı, köləliyə qarşı ayaqlanmasıdır, dirəniş göstərməsidir. Təşəkkür edirik əziz Ceyhun bəy. Əziz dinləyicilərimiz, Güney Azərbaycan Səsi Radiosunu dinləyirsiniz. Nəzərinizə çatdırım ki, studiyamızın telefon nömrələri 031 335 12 54 və 031 335 12 53-dür. İstədiyiniz vaxt arayıb Ceyhun bəy Afşara sualınızı verə bilərsiniz. Ceyhun bəy, icazə versəydiniz başqa bir məsələyə yaxınlaşardıq. Bir ay öncə Moskvadan Bakıya gələn bir qrup jurnalistlər, cavan bir 94-cü və ya 93-cü il təvəllüdlü, yanılmıramsa, cavan bir qızdan müsahibə alarkən Azərbaycanın Sovet hakimiyyəti dağıldıqdan sonra, istiqlal olduqdan, istiqlaliyyətin nail olduqdan sonraki həyatını və ümumiyyətlə məqsədləri rus dilinin yaşanması məqsədi ilə yəni sorğuna aparıblar. Və qız danışığında çox ayıb olan bir mövzuya toxundu və 20 yanvarın ermənilər tərəfindən törədildiyini dedi. Yəni bəllidir ki, qızın 20 yanvar haqda bir məlumatı yoxdur. Sizin düşüncənizi bilmək istərdim ki, bunun suçu o gənc bir qızdadımı və yaxud siz suçlu kimi görürsünüz bu məsələdə? Tamam, haqlı bir sualdır. Əslində bu günləri əgər belə daha geniş götürsək, hər bir tarixi hadisənin, hər bir tarixi olayın insanların yaddaşında qalması üçün, insanların yaddaşında yaşaması üçün, bir toplumun həyat tərzini çevrilməsi üçün gərəkdiyində və lazımlı sistemli bir təbliğata ehtiyacı var.
Diqqətlə biz fikir versək, yəni bizim siyasi səhnədə olan qüvvələrin düşüncəsinə, keçmiş həyat tərzinə də diqqət eləsək görərik ki, sadəcə ortada bir milli ad ortada sadəcə dəyişibdir. Amma forma və mahiyyət və təfəkkür dəyişməyib. Yəni elə kadrların özünün də yaş tərzinə baxsaq, yaşına baxsaq, keçmişdəki həyat tərzinə baxsaq görərik ki, keçmiş Kommunist Partiyasının, keçmiş kommunist sisteminin yetişdirdiyi insanlardır. Böyük çoxunluq demək olar ki, yəni iqtidarda olan qüvvələrin. Bunun özü böyük bir şey deyir. Çünki o qüvvələr vaxtı ilə də milli hərəkatdan da və milli düşüncədən də kənarda qalan qüvvələr idi. Və bu da təbii ki, özünün bugünkü həmin hadisənin mahiyyətin ortaya gətirilməsində böyük bir rol oynayır. Çünki ortalığa haqlı bir sual çıxa bilər ki, doğrudan da Azərbaycan, doğrudan da Quzey Azərbaycan Rus imperiyasının əsarəti altındaydısa və Quzey Azərbaycanda bir ayaqlanma olmuşdusa, bunun adını istər biz xalq hərəkatı qoyaq, istər milli hərəkat qoyaq, önəmli olan millətin özünə dönüşüydü falan, bəs onda siz hardaydınız? Sizin rolunuz nə oldu burada? Təbii ki, bu qüvvələr ki, bugünkü durumda söz sahibidirlər, hökm sahibidirlər. Təbii ki, bunlar da meydanda olmadığına görə və o düşüncədə olmadığına görə, təbii ki, istəsələr də bir şey verə bilməzlər. Hətta versələr belə, bu onların özünün zərərinə çevirirlər. Ona görə də bizim gənc, hansı ki, bu günləri 20 yanvar hadisələrinin, məsələn götürək, mahiyyətini bilmir, mən bunu tək tərəfli olaraq qiymətləndirmirəm. Yəni, bunun bir tərəfi bəllidir, təbliğatın olmamasıdır. Lazım olan təbliğatın olmamasıdır, milli təbliğatın olmamasıdır. Amma digər tərəfdən o gənc deyə bilməz ki, bu günləri məsələn onu araşdırmaq üçün, onu öyrənmək üçün heç bir, məsələn götürək, nə bir video lent yoxdur, nə bir tarix yoxdur, nə bir yazı yoxdur, nə bir kitab yoxdur və yaxud da ki, onun canlı şahidləri yoxdur. Üstündən 22 il keçibdir. Əgər istəsə, maraqlansa, təbii ki, o da bu hadisənin mahiyyətini öyrənə bilər. Amma demək istədiyiniz, əgər fikir budursa ki, dövlət siyasəti səviyyəsində bu aparılmalıdır, bəli, mən buna haqq verirəm. Təbii ki, bu yoxdur. Sadəcə ildə bir dəfə yada salınır və bu da ötəri bir şeydir. Ondan sonra insanların yaddaşından təbii ki, silinir, gedir. Özünə yer eləyə bilmir. Təşəkkür etdik dəyərli cavabınıza görə, əziz və hörmətli Ceyhun bəy. 20 yanvar ortada bir milli düşüncə. Çox qan tökdük, şəhidlər verdik. Amma sonuçda bir nəticə də əldə etdik. Güney Azərbaycana eyni bir durum şamil olursa əgər, sizcə düşündüyünüzə görə, məsələn 22 may, milli qiyam, hardasa 20 yanvara bənzər bir durumdur. Fars tərəfindən törədilmiş, zamanı ilə Quzey Azərbaycana Rus tərəfindən törədilmiş, hardasa çox oxşar bir durum, amma bir sonuc əldə olunmadı. Sizin düşündüyünüzə görə 22 mayın və ya 20 yanvarın başqa bir tarixdə təkrarlanması Güney Azərbaycanda başqa bir sonuca vararmı? Bu maraqlı bir paraleldir əslində. Güney Azərbaycan və Quzey Azərbaycan arasındakı bu paralelləri araşdırsaq, toplum baxımından biz eyni toplumuq. Hamısı Azərbaycan kökənlidir, Azərbaycan türkləridir. Təbii ki, burada milli azınlıqlar da var. Amma hadisələrin mahiyyətini götürsək, olayların nədənlərini götürsək, burada bəzi oxşarlıqların olmağını görsək də, fərqlilikləri də görə bilərik. Bunlardan da biri budur ki, məsələn, biz bu bir nöqtəyə qeyd eləməliyik ki, Güney Azərbaycan milli hərəkatının uğurlu tərəfi ondan ibarətdir ki, Güney Azərbaycan milli hərəkatı özünün Quzey Azərbaycandakı milli hərəkatının yanlışların və doğruların görməyə zamanları var. Yəni, bu günləri Quzey Azərbaycanda olan, gedən o milli hərəkatda olan yanlışları və doğruları görmə imkanı var. Bu özü böyük bir imkandır, gözəl fürsətdir. Amma bu hadisələri ikisində eyniləşdirmək məncə doğru olmazdı. Çünki birində
milli kimlik məsələsi vardı. Digərində isə bir sistemin çöküşün, bir sistemdən xilas olmaq məsələsi vardı. Təşəkkür edirik cavabımıza görə Ceyhun bəy. İndi isə studiyamızda zəng var. İcazə versəydiniz, buyurun. Biz bağlantını yaradardıq. Sonu xanım. Salam. Salam, hər vaxtınız xeyir, necəsiniz? Hər vaxtınız xeyir, sağ olun, siz necəsiniz? Çox sağ olasınız. Mən ilk öncə sizə təşəkkür etmək istəyirəm ki, 20 yanvar hadisələri müzakirəyə qoymusunuz. Təşəkkür etdik. Və Ceyhun bəyə bir sualım var. Buyur. Ceyhun bəy, xoş gördük. Xoş gördük. Ceyhun bəy, sizdən soruşmaq istəyirəm ki, sizcə qanlı 20 yanvar hadisələrini törədənləri hansı yolla cəzalandırmaq olar? Təşəkkür edirəm. Çox sağ olun Sona xanım. Bizim bilirsiniz 20 yanvar hadisələri bu günə kimi 22 il üstündən keçibdi. Hələ də özünün siyasi qiymətini almayıbdı. Bunun bir çox nədənləri var. 20 yanvar hadisələri olay olaraq baş verdiyi zamanlara diqqət eləsək görərik ki, burada böyük bir həm bir sistem dəyişikliyi var, həm bir hakimiyyətdə olan qüvvələrin yer dəyişməsi var və bu hakimiyyətdə olan qüvvələrin bayaqlar mən çıxışımın əvvəlində dediyim kimi bu hadisədən öz xeyirlərinə istifadə eləmək maraqları var. Diqqətlə o dönəmki fiqurlara baxanda siyasi dönəmdə hakimiyyətə gəlmək istəyən və bu hadisələrdən bəhrələnmək istəyən qüvvələrə baxanda görərik ki, bu əslində bu insanlar bu günə kimi ortalığa çıxmamasının əsas nədənlərindən biri bayaq dediyim kimi 20 yanvar hadisələri və 20 yanvar hadisələrinin baş vermə səbəblərini bir siyasi qüvvə hakimiyyətdə olduğu zaman və yaxud da ki, hakimiyyətə gəlməsi üçün digər bir siyasi qüvvəni sıradan çıxartmaq, onu ləkələmək, onu gözdən salmaq üçün istifadə edibdir. Və bu günləri də bu yarımlıq hələ qalıbdır. Yəni, məsələn, tutaq ki, belə götürək. Biz Əbdürrəhman Vəzirova baxsaq, o dəqiqə deyəcəklər ki, bu Əbdürrəhman Vəzirov 20 yanvar hadisələrin günahkarıdır. Amma Əbdürrəhman Vəzirov uzaqda deyil ki, məsələn, bu günə kimi Əbdürrəhman Vəzirov qanuni şəkildə bir dənə məhkəmə qurulub, məhkəməyə dəvət olunmayıb ki, Əbdürrəhman Vəzirovun burada günahı nə olubdur? Və yaxud da ki, Ayaz Mütəllibovun 20 yanvar hadisələrində. Yəni, dünənə qədər məsələn biz deyə bilərdik ki, Rus imperiyası var, Ruslar imkan vermir falan, amma bu günləri bilirsiniz, artıq 22 ilə yaxındır, 21 ilə yaxındır, bizim artıq dövlət müstəqilliyimiz var, istiqlalımız var və bizim özümüzün məhkəmələrimiz var. Və bu məhkəmələr digər orada suçlu olan insanlar da vardı ki, onu Azərbaycan məhkəmələrinə dəvət edə bilərdilər. Və dəvət o məhkəmələrə gəlməyənləri bilirsiniz, beynəlxalq hüquq normaları var, beynəlxalq qanunvericiliyi var. O beynəlxalq qanunvericiliyi ilə məsələn götürək, biz dünya səviyyəsindən bunu çıxarda bilərdik. Amma bütün bunlar, bayaq dediyim kimi, bütün bu 20 yanvar olayları, 20 yanvar şəhidlərinin bayaq dediyim o əsl mahiyyəti bir kənarda qaldı, 20 yanvar olaylarından siyasi hakimiyyətdə olan və siyasi hakimiyyətə gəlmək istəyən qüvvələr bir-birlərinə qarşı samur atma oyununa çevirdilər. Və bunun sonucu bu günləri həmin o günahkarların kənarda qalmasıdır. Amma bayaq dediyim kimi Azərbaycan məhkəməsi var, Əbdürrəhman Vəzirov yenə də Rusiyada və yaxud da harasa yaşayır. Ayaz Mütəllibov onun kimi, digərləri onun kimi. Həmin dönəmdə hakimiyyətdə olanların böyük çoxunluğu bu dəqiqə ya Azərbaycanda, ya Azərbaycandan eşikdədir. Məhkəməyə dəvət edib, onların hamısını dinləmək olar və suçluları ortalığa çıxartmaq olar. Çox sadədir bu. Təşəkkür edirik Ceyhun bəy. Sonra xanıma da təşəkkür edirik dəyərli sualına görə. Ceyhun bəy, bugünkü gündə xaricdə yaşayan Azərbaycanlılar, bugün yaxın ətrafımızı götürək, Göteborgda yaşayan Azərbaycanlılar, toplum, düşüncə, gənclər bir araya gəlməsi və ümumiyyətlə sizin dərnək barədə düşüncələrinizi eşitmək istərdik. Bu inkişaf varmı bu istiqamətdə? İstədiyiniz şəkildədirmi? Təşəkkür edirəm. Mən ilk öncə, təbii ki, biz indi toplum olaraq bizim insanlarımızın böyük bir çoxunluğu 20 yanvarla bağlı bir fikir olubdur. Sadəcə mən bununla bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm ki, bizim hadisə başlayandan 20 yanvarla bağlı və hadisənin bizim beyinlərimizə, təfəkkürümüzdəki ötürülmə üsulları vardı. Onların bir çoxlarını yanlış görürəm. Bu yanlışlıqların bəzilərini mən sadalayacağam və zaman-zaman həmin o olaylarda
Şəhidlər Xiyabanında olan və Şəhidlər Xiyabanının bizə təqdim olunma üsullarını beyinlərində canlandıran bizim soydaşlarımız ki var, onlar da yəqin ki, mənə haqq verəcəklər. Məsələn, siz təsəvvür edin ki, bir şəhidlik məsələsi var, amma bu bir matəmə çevrildi. Yəni, əgər bayaqları da biz Rauf bəylə də burada söhbət eləməmişdən öncə, bunu biz öz aramızda bir tartışdıq ki, məsələn, bir insan ölür, sıradan bir insandır, ya əcəli ilə ölür, ya xəstələnir, ya nəsə bir qəzaya uğrayır, ölür. Və biz adı bəllidir ki, biz buna ölü deyirik. Öldü bu adam. Amma bu şəhidlik məsələsi, bu ölü məsələsi ilə bir deyil axı. Şəhidlik məsələsi fərqlidir. Şəhidlik məsələsində bizim inancımızdan gələn bir inancımız var ki, şəhidlər ölməz. Məsələn, hətta bir şairin bir şeiri var, deyir ki, şəhidlər ölməzdirlər, ölməzləri ağlamazlar. Baxın, şəhidlər ölməzdirlər, ölməzləri ağlamazlar. Amma bizdə görürsünüz, o, hər şey tərsinə çevrildi. Bu onu bir göstərir ki, biz uzun müddət cəsarətdə qalmışdıq, bizdə bir şəhidlik ənənəsi yox idi. Və biz bunu sadəcə bizim kültürümüzdə olan mərsiyə təfəkküründən, ağı demək, nə bilim, bayatıya çevirmək, fikir verirsiniz, ağla qərənfilər ağla çıxdı ortaya, sonra Kamil Cəllov qabo ilə çalırdı, sonra Habil Əliyev kamançı ilə çalırdı. Diqqətlə siz baxın, bunların hansı biri millətə hər hansısa bir savaş ruhu verə bilər, şəhidlik ruhu verə bilər. Bunları diqqətlə biraz dinləyəndən sonra görəcəksən ki, insan daha çox yazıqlaşır, daha çox, nətər deyim sizə, əzilir, daha çox kiçilir. Çünki bunların heç biri o hadisənin mahiyyətinə uyğun olan addımlar deyildi. Amma təəssüf ki, yəni bunlar bizim zamanla bizim əlimizdə deyildi. Amma istəyərik ki, bundan sonra bu şəhidlik məsələsi ağlamaqla, matəmlə, hüzündən keçirilməsin. Bu şanlı bir tarixdir və bunun öz adı ilə deyilsin. Yəni 20 yanvar bizim şanlı tariximizdir, istiqlalımıza gedən yolumuzdur, istiqlalımız üçün tökülən şəhid qanlarıdır. Və bu matəmlə, hüzündən qeyd oluna bilməz. Mən bunu istəyirdim qeyd edəyəm. Digər tərəfdən Rauf bəy də qeyd elədi. Yetiboridə indiyə qədər çoxlu dərnəklər olub və bu dərnəklər fəaliyyəti olan və fəaliyyəti olmayan dərnəklər olub. Yəni qənaətbəxş, qeyri-qənaətbəxş qiymət verilən dərnəklər olub. Biz bütün dərnəklərin hamısına, fəaliyyətinə sayğı ilə yanaşırıq. İstədiyimiz sadəcə bir şeydir ki, real olmaq, kağız üzərində olmamaq, yəni fəaliyyətin olsun. Hər hansı bir nəyisə vermək istəyirsənsə, nəyisə verə biləcək gücün olsun, qüvvən olsun. Və yaxud da ki, buna niyyətin, əməlin buna uyğun olsun. Ona görə də biz belə düşündük ki, Yetiboridə yaşayan bir qrup soydaşımız, təbii ki, Güneyli, Quzeyli soydaşlarımız, ki biz bir Qarabağ Azərbaycan adı altında bir dərnək yaradaq, sırf siyasətdən və din əsaslarından uzaq bir şey, kültürümüzü yaşatmaq, kültürümüzü tanıtmaq. Bu yöndə bir dərnək yaradaq və bu dərnəyi zaman-zaman genişləndirək, böyüdək və buradakı insanlarımızın öz kültürümüzdən, öz milli keçmişimizdən, tariximizdən, ədəbiyyatımızdan uzaq düşməməsinə yardımcı olaq. Xüsusən də kiçik uşaqlarımız var ki, burada bilirsiniz, az yaşlı uşaqlardır və onlar öz ana dilimizdə çoxları doğru düzgün danışa bilmirlər və bu bizim üçün böyük bir təhlükədir. Dünənə qədər farslaşmaq, ruslaşmaq təhlükəsi var idi, indi isə isveçləşmək təhlükəsi var. Yəni, ona görə də milli kimliyi və milli tarixinə, keçmişinə, ədəbiyyatına sahiblənməzsən, hər zaman bu təhlükə sənin başının üzərindədir. Və bir millət olaraq da sayılmağı istəyirsənsə, öz kültürə sahiblənib, öz mədəniyyətinə sahiblənib, öz mədəniyyəti ilə İsveç toplumuna uyğunlaşacaqsan, uyum saxlayacaqsan. İndi Qarabağ Azərbaycan dərnəyi olaraq biz yeni fəaliyyətə başlamışıq. Bugünə qədər hələ ki 1-2 tədbirimiz olubdur. Digər soydaşlarımızı dəvət eləmişik. Bu yaxında da indi mən yeri gəlmişkən onda qeyd edeyim ki, 20 yanvar İstiqlal şəhidlərinin anım günü ilə bağlı biz ayın 21-də, bilirsiniz, 20-si cümə günüdür. Çox insanlarımız çalışır, işləyir, ona görə onu 21-nə saldıq. Mən indi buradan adresi də deyəcəm. Bir dəqiqə üzr istəyirəm. Demək, yanvar ayının 21-i saat 6-da Vilnangt Qatan 2-də Vilnangt Qatan 2-də 417-29 bus durağı da Tolerets Qatandır. Bu hardasa Hissingen tərəfdədir. Və orada bizim bir tədbirimiz olacaq, şəhidlərimizin anım günü ilə bağlı. Və istəyirik ki, orada bir balaca
şəhidlərimiz üçün həm özümüzün unutmamağımız üçün, həm kiçik az yaşlı uşaqların unutmaması üçün, həm də şəhidlərimizin xatirəsini daim beyinlərimizdə, şuurlarımızda yaşaması üçün bu günü öz toplumumuz olaraq qeyd edək. Ona görə də buradan bütün soydaşlarımıza, yetib orada yaşayan soydaşlarımıza hamısını dəvət edirəm, hər birisini dəvət edirəm. 21 yanvar saat 6-da Vinland Gatan 2-də buz durağı Tulorets Gatan Hissingen tərəfdə yerləşir bu. Tanıyanlar bilirlər, çox dostlarımız bilər. Sadə bir yerdədir və hamınızı orada gözləyirik. Buyurun. Ceyhun bəy, az öncə danışdığımız kimi bu Vinlandskatana transport avtobus nömrələrini bilirsinizmi dəqiq? Dəqiq mən tam dəqiqliyi ilə deyəmirəm, amma 25 sayılı və 37 yoxsa 35 sayılı Gəlmə Brandningsplatzından Bəli, bəli, onlar Bakkaplandan ora gəlmək olar. Sadə bir yerdədir. Əgər bizim soydaşlardan çətinlik çəkən olarsa, telefon əlaqəsi yarada bilər və biz lazım olan yerdə onları qarşılaya bilərik. Məsələn, Bakkaplana qədər gəlsələr, biz oradan orada insanların dəvət olunmasını sağlaya bilərik. Problem yoxdur. Çox gözəl. Çox təşəkkür edirəm Ceyhun bəy. Əziz dinləyicilərimiz, nəzərinizə çatdırmaq istəyirəm ki, bugünkü müsahibəmizi Ceyhun bəy Afşarla apardıq. Qarabağ Azərbaycan Dərnəyin başkanıdır. Çox təşəkkür edirik bugün bizdə təşrif buyurduğunuza görə Ceyhun bəy. Çox sağ olun, mən də təşəkkür edirəm. Bizə başqa son sözünüz varsa, mənim böyük məmnuniyyətlə dinlərdik. Son arzum da budur ki, gün o gün olsun, bu Güney Azərbaycan Səs Radiosu, bu bizim təbii ki, ölənə qədər arzumuz, istəyimizdir. Güney Azərbaycan dövlətçiliyi qurulsun və biz Güney Azərbaycan dövlətində radioda orada əyləşək və belə götürək bir-birimizlə Güney Azərbaycan dövlətçiliyini